Hüseyn Cavidin Dəhnamə əsərini dili qəliz olduğu üçün biz bunu tərcümə elədik və o tərcüməsini ilə də oxuyub, yəni hamıya aydın olsun deyə əsər kölgədə qalmasın. Deməli, əsər belə başlayır, tövhidlə başlayır, yəni Allahın adı ilə başla. O təkdir, mərhəmətli, rəhimli və müqəddəsdir. Ey insan, hər işinə Allahın adı ilə başla, verdiyin sözə sadiq ol, vəfanı unutma. İşlərinin uğurlu və kamil olması üçün uca və qüdrətli Allaha şükür et. Peyğəmbərimiz Məhəmmədi tez-tez tərifləyib yad et. Həzrəti Əlini də hörmətlə xatırla. Ta ola işin dürüstü kamil, əz fəzli əymi əfazil. Belə etsən, işlərin düz və mükəmməl olar, salih və böyük imamların, dini rəhbərlərin bərəkəti ilə. İndi de görüm, vəziyyətin necədir? Qəlbim sevinclidir, yoxsa kədərli? Bu sözlər aşiq olanlara, mənəvi sevgi sahiblərinə nəsihət olsun və insanlar arasında bəyənilən, qəbul olunan olsun. Burada şair deyir ki, insan hər işinə Allahın adı ilə başlamalı, verdiyi sözə sadiq qalmalı, şükr etməli və Peyğəmbəri, imamları yad etməlidir. Belə edərsə həyatı düz və uğurlu olar. Sonda isə bu sözlərin başqalarına nəsihət olması istənilir. Növbəti hissədə isə əvvəlki kimi yenə klassik dildə yazılıb və daha çox yaradılış, Allahın qüdrəti və Peyğəmbərin nuru haqqında danışır. Sadə dildə belə izah eləyək. Tövhid-i həq. Həqiqi tək olan Allahın birliyi. Yəni Allah birdir. Allah kərimü ləm yəzəldir. Zat-ı əbəd oldu, həm əzəldir. Allah çox mərhəmətlidir. O həmişə var olub. Onun varlığının nə başlanğıcı var, nə də sonu. Dünya heç nə yox ikən Allah tərəfindən yaradıldı. Bu yaradılışın sirrini tam anlamaq heç kəsə mümkün deyil. Allah Peyğəmbərin nurundan, ilahi işıqdan bir nur yaratdı. O nura uzun müddət xüsusi diqqət və dəyər verdi. Bu nur Allahın nəzəri ilə kamilləşdi, sonra o nur dənizləri və qurunu dolduran qiymətli bir inci kimi oldu. O nurdan həyat verən su yarandı və bu hər şeyi əhatə edib üstünü aldı. Göy səma o nurun bir hissəsindən yaradıldı, yer isə başqa bir hissəsindən yaradıldı. Allah öz qüdrəti ilə hər şeyi yazdı və müəyyən etdi. Yəni taleyi, nizamı yaratdı. Ümumi məna isə belədir ki, bu hissədə deyilir, Allah əzəldən var olan və əbədi olandır. O bütün kainat yoxdan yaradıb, Peyğəmbərin nuru xüsusi və müqəddəs bir başlanğıc kimi göstərilir. Bu yaradılış, su, göy, yer, bu ilahi nur və Allahın qüdrəti ilə yaranıb. Hər şey Allahın iradəsi və yazısı ilə nizama salınıb. Növbəti hissə də daha genişdir, amma onu hissə-hissə sadə və müasir Azərbaycan dilinə izah edək. Ol kafə ulaşdı nuni safi, bəs gəldi vücudə kün fə kan həm. Xətm oldu zaman ilə məkan həm. Allahın ol əmri ilə hər şey yarandı. Zaman və məkan, yəni kainat bu əmrlə meydana gəldi və tamamlandı. Fövq oldu məqamı ərş-i əla, taxt oldu məqərri ərz-i süfla. Yəni ki, göylər ən uca məkan oldu, yer isə aşağıda yerləşən məkan kimi yaradıldı. Göy mələklərin yeri oldu, yer isə insanların və canlıların məkanı oldu. Allah insana ağıl və qəlb verdi.
və doğru yolu göstərmək üçün Quranı göndərdi. İnsanlar bu əlamətlərlə Allahın varlığını və tək olduğunu anlasınlar. Yaxşı əməl sahibləri üçün cənnəti yaratdı, pis əməllilər üçün isə cəhənnəmi hazırladı. İnsan cənnət arzusu ilə yaxşılıq etsin, cəhənnəm qorxusu ilə pislikdən çəkinsin. Düşün, Allahın qüdrətini gör, onu xatırla və hikmətini anla. Allah torpağa baxdı və insanın bədəni ruh üçün bir qəfəs oldu. İnsana düşünmək üçün qəlb verdi, onu yad etmək üçün dil verdi. Göz verdi ki, həqiqəti görə biləsən və doğru yolda gedəsən. Eşitmək üçün qulaq, anlamaq üçün ağıl verdi. Əgər insan bunlarla bağlı düşüncə ilə, yəni elm öyrənməzsə, o heyvan kimidir. Torpaqdan müxtəlif ağaclar yaratdı. Hər ağacda müxtəlif meyvələr yetişdi. Hər meyvənin öz dadı, gözəlliyi və faydası var. Daşdan belə təmiz su çıxarır. Gözəl qoxular yaradır. Qanın içindən, yəni canlılardan şirin süd yaradır və dünyanı nemətlərlə doldurur. Əgər bu nemətlərlə şükür etməsən və onlar haqqında düşünməsən, burada da ümumi məna belədir ki, bu hissədə deyilir, Allah ol əmri ilə bütün kainatı yaradıb. İnsan üçün ağıl, göz, qulaq, dil verib ki, doğru yolu tapsın. Dünya nemətlərlə doludur. Bunlar Allahın qüdrətini göstərir. İnsan bunlara şükür etməli və düşünməlidir. Əks halda insan öz dəyərini itirər. İstəsən deməli. Növbəti hissə, bu şeir yenə də klassik, dini mənəvi üslubdadır və əsas mövzusu tövbə, bağışlanma, doğru yola qayıdışdır. Sadə dildə belə izah edək. Ümumi məna belədir. Şair burada insanın səhv yolu düşdüyünü, Allahı unutduğunu və sonra peşman olub Allahdan bağışlanma istədiyini deyir. İnsan səhv yola düşüb Allahın verdiyi nemətləri və haqqı unudub. Allahın yolundan çıxıb şeytanın yoluna düşdüyünü etiraf edir. Doğru yola qayıtmaq üçün düzgün rəhbər, yəni rəhbər olaraq burada imam olmalıdır, doğru yol göstərən bir şəxsiyyət olmalıdır. Seçmək lazımdır. Ey Allah, bizə bağışlamaq və doğru yola gəlmək üçün kömək et. İnsan özünü zəif və günahkar kimi qəbul edir. Allahın çox mərhəmətli və səxavətli olduğu vurğulanır. Günahlarını etiraf etdiyi üçün Allahdan cəza yox, mərhəmət istəyir. Bu Qurandakı bir mənaya işarədir. Allahın rəhmətindən ümid kəsməyin. Yəni, nə qədər günah olsa da, insan ümidini itirməməlidir. Allahın insanı yoxdan yaratdığı və ona ağıl verdiyi xatırladılır. Allahdan doğru yolu göstərməsi istənir. Məndən mərhəmətini əsirgəmə deməkdir. Kəsmə kərəmin bu binəvadan. Yəni, deyir ki, məndən mərhəmətini əsirgəmə. Qısa nəticə yenə. Burada da günahı qəbul etməyi, peşman olub tövbə etməyi, Allahdan ümid kəsməməyi, doğru yola qayıtmağı öyrədir. Növbəti hissə. Yenə də bu hissədə iki əsas mövzudan ibarətdir. Birincisi Merac və möcüzələri, bir də Əlinin tərifi. Yenə sadə və aydın şəkildə izah edin. Birinci hissə Peyğəmbərin miracı və nurudur. Əşca əgildi, səcdə qıldı. Ağaclar belə ona hörmət edib səcdə etdi ki, kimi təsvir olunur. Yəni, hər şey ona tabe idi. Onun özü dünyanı işıqlandıran nur kimi təqdim olunur. Bu Peyğəmbərin Mirac gecəsinə işarədir. Yəni, Allahın hüzuruna yüksəlməsi. Cəbril ölündəğaşiyadar, yəni onun qarşısında yol göstərən idi. 7 qat göyü keçməsi təsvir olunur.
O qədər yüksəldi ki, ən uca məqama çatdı, ərşə yaxınlıq. Yəni digər peyğəmbərlərin də möcüzələri var idi, amma onun möcüzələri hamısından üstün sayılır. İkinci hissədə isə İmam Əlinin tərifi verilir. Dər Mənqəbəti Şahı Mərdan Əli. Buradan sonra artıq İmam Əlinin mətninə başlanır. Əlinin məqamı, ol şah ki, məzhər-i xudadır. Əli Allahın qüdrətinin təzahürü kimi təsvir olunur, yəni Allahın gücünü, ədalətini göstərən şəxs kimi. O, bütün övliyalardan üstün tutulur. Kamillikdə çox yüksək məqamda olduğu deyilir. Sən Əli yaradılışın məqsədi kimi tərif olunur. Bu, məcazi, şişirdilmiş tərifdir. Deyir, yəni dərin fəlsəfi misralar belədir. Məqsud-i cəhan, cəmin sənsən. Yəni, cahanın məqsədinin cəmi sənsən, deyib Əliyə müraciət eləyir. Adəm nə bilir həqiqətini? Adam burada deyəndə insanı nəzərdə tutur. İnsanlar onun həqiqi dəyərini tam anlaya bilməz. Əlidən haqqın Allahın nurunun göründüyü deyilir. Yəni, o çox pak və ilahi xüsusiyyətlərə yaxın biridir. Yüksək məqam şəklində təsvir olunur Əli. Ərş oldu çü, kürsi, üstivadə. Onun məqamı çox uca kimi təsvir edilir. Cəbril-i Əmin kəlamı səndə. Onun sözləri belə ilahi hikmətlə əlaqələndirilir. Onun bütün peyğəmbərlərdən üstün möcüzələri vurğulanır. Daha sonra İmam Əlinin yüksək məqamı, biliyi və paklığı təriflənir. Növbəti hissə. Bu hissə əvvəlki kimi yenə də peyğəmbərin tərifi və sonda Allaha dua ilə bağlıdır. Dili ağırdır, amma mənasını sadə şəkildə belə izah eləyək. Birinci hissədə İmam Əlinin yüksək məqamı. Ən böyük Allah adı, yəni ismi əzəm səndədir deyərək onu çox yüksək mənəvi məqamı təriflənir. Həm səndə göründü ruh-i Adəm. İlk insan olan peyğəmbərin ruhunun, nurunun onda göründüyü deyilir. Yəni, bütün yaxşı xüsusiyyətlər onda toplanıb. Peyğəmbərlə bağlı işarə necə verir? Lövlak lima xilqətül əflak. Yəni, bu məşhur ifadə yenə xatırladılır və dolayısıyla peyğəmbərin ucalığına bağlanır. Tərifin sonsuzluğu necə verir? Dərya qamusu mürəkkəb olsa. Deyir, əgər bütün dənizlər mürəkkəb, bütün aləm yazıcı olsa belə, onun tərifini yazmaq mümkün deyil. Burada dərya hamısı mürəkkəb olsa. Yəni, mürəkkəb burada yazı yazmaq üçün olan məhluldur və bənzədilir. Burada bənzətmə var. Yəni, onun məqamı sözlə ifadə olunmayacaq qədər böyükdür. Qəlbin təsviri, könlün sənin oldu bəhri qüdrət. Onun qəlbi Allahın qüdrəti və mərhəmət dənizi kimi təsvir olunur. Buradan sonra şair artıq Allaha dua eləyir. Məni zəif bəndəni öz mərhəmətindən ayırma. Ey Allah, bu kasıb bəndəyə mərhəmət et. Görürsünüz ki, Şah İsmail Xətai bir hökmdar olsa da Allah qarşısında özünü kasıb, lütf elə fəqirə ya ilahi. Yəni, özünü yenə Allahın qarşısında kasıb bəndə hesab eləyir. Əzl eyləmə gel burru siyahi. Məni rüsvay etmə. Əgər yaxşıyam, qəbul et. Əgər pisəmsə, yenə sənə aidəm. Bu çox dərin fikirdir. Görürsünüz ki, sözün mənasının dərinliyi. İnsan hər halda Allahdan üz döndərmir. Ümidsizlik yox, ümid.
Burada deyir, Allahın mərhəmətinə böyük ümid bəsləyir, səndən başqa kimə gedim? Həq yoldan azıtma, ya ilahi. Ey Allah, məni doğru yoldan azdırma. Bu, bütün şeirin əsas nəticəsidir. Doğru yolda qalmaq, Allahdan ayrılmamaq, ümidini itirməmək. Qısa nəticə olaraq qeyd eləyək. Bu hissədə İmam Əlinin uca məqamı və paklılığı təriflənir. Onun böyüklüyünün sözlə ifadə olunmaz olduğu deyilir. Sonda isə insan Allaha səmimi şəkildə dua edib, bağışlanma və doğru yol istəyir. Növbəti hissə. Bu son hissə də əvvəlkilərin davamıdır. Yəni o bir növ tövhid, nət və İmam Əlinin tərifi. 3 əsas mövzunu birləşdirir. Yəni müraciət və onun ucalığı. Peyğəmbərə müraciət və onun ucalığı. Allaha yalvarış və təslimiyyət. Sonda isə zikr eləyir. Allahı, Peyğəmbəri və Əlinin birlikdə yad edir. Sadə izah edək. Birinci hissə, ucalıq və qoruyuculuq. Kim səndən iki cəhan pənahı. Deyirsən, hər iki dünyanın, yəni dünya və axirət qoruyucususan, deyilir. Peyğəmbərin onu şir kimi güclü gördüyü təsvir olunur. İkinci hissədə yalvarış gedir. Kəsmə nəzəri bu natəvandan. Mən zəifəm, məndən diqqətini əsirgəmə. Ayırmə məni ol asitandan. Məni sənin qapından uzaqlaşdırma. Sonra ilahi xüsusiyyətlər, yəni burada məcazi təsvirlər var, məcazi mənada olan, məcazlar işlənib. Sən yaradan bu xasu amin. Yəni burada şair çox yüksək, biraz da məcazi, şişirdilmiş, mübaliğə tərif edir. Əslində yaradıcı yalnız Allahdır, amma burada Əlinin böyüklüyü də vurğulanır. Sən Allahın nuru, Əlini beləsinə qeyd edir. Aləmin işığısan. Sən haqsan, mən isə səhv və günah içindəyəm. Bu, insanın öz acizliyini qəbul etməsidir. Bağışlanma istəyi. Bağışla xətainin xətasın. Yenə də xətayı kimi özünün xəta sözündən görürsünüz ki, yəni bu xətayı təxəllüsü də elə buradan gəlir. Deyir, bağışla xətayinin xətasın. Şair xətayı öz günahlarının bağışlanmasını istəyir. Üçüncü hissədə isə burada mürəbbi var. Bu Allahı zikirdir. Şeir şəklində qeyd edib. Burada əsas fikir bu cümlədə toplanır. Allahu Məhəmmədü Əli. Allahu Məhəmmədü Əlidir. Yəni Allah birlikdə zikr olunur və müqəddəs sayılır. Bu hissənin mesajları. Əlinin işinə qaim ol. Əlinin yolunu tut. Ədalət, doğruluq. Həqqi sevənə qılan himayət. Haqqı sevən insanlara kömək edildiyi vurğulanır. Əgər yaxşı insan olmaq istəyirsənsə, bu zikri unutma. Doğru yolda ol. Ümumi nəticə olaraq deyək ki, bu şeir bütövlükdə günahdan peşman olmağı, Allaha sığınmağı və yolunu Peyğəmbərin ədalətini tutmağı öyrədir. Bu hissə şeirin zikr və ümumi tərif zirvəsidir. Burada əsas fikir budur ki, bütün kainat canlı cansız hər şey bir zikri təkrar edir. Allahu Məhəmmədü Əlidir. Birinci hissə belədir. Bütün aləm zikr edir. Cansızlar və canlılar, heyvanlar, yəni daş, torpaq, hamısı zikr edir. Mələklər təsbih edir, insanlar dua edir. Yəni göy, yer, insan, mələk hamısı yeri yəni göy, yer, insan, mələk hamısı eyni həqiqəti yad edir. İkinci hissədə təbiət də zikr edir. Səhrada zamanı hər giyahi, səhradakı hər bitki danışır.
İkinci hissədə təbiət də zikr edir. Səhradı zəban hər giyahi, səhradakı hər bitki danışır, yəni zikr edir. Dənizdəki balıqlar belə zikr edir. Bu simvolikdir. Bütün təbiət Allahı yad edir. Üçüncü hissədə kiçikdən böyüyə hamı zikr edir. Qarışqa, milçək, quş, arı, hamısı ağıllı da, dəli də. Yəni heç kim bu zikirdən kənarda deyil. Bu peyğəmbərin ən uca məqamına işarədir. Dördüncü hissədə ən yüksək məqamlar. Bu peyğəmbərin ən uca məqamına işarədir. Yəni Miracda. Murad-ı Kövneyn. Yəni iki aləmin, dünya və axirətin arzusu budur. Beşinci hissədə yaradılışın mənasıdır. Allahın yaratdığı hər şey səhər, axşam bu zikri edir. Altıncı hissədə isə zikrin dəyəri budur. Miftahi kəlid, babi cənnət. Bu zikrə, bu özü də bir zikirdir. Zikir açar kimidir, cənnətin qapısı kimi təsvir olunur. Yəni cənnəti istəyirsənsə, yəni mütəmadi olaraq bu zikri edəcəksən. Miftahi kəlid, babi cənnət. 7-ci hissədə müqəddəs simvollar verilir. Deməli, peyğəmbərin məşhur qılıncı Zülfiqar, yox, Əlinin məşhur qılıncı Zülfiqar, Cəbrili Əmin qanadı üstə. Yəni Əlinin qanadı. Yəni bu zikir hər yerdə yazılmış kimi təsvir olunur, məcazi mənada. 8-ci hissədə imanın əsası nədir? Mömində nihadı əsli iman. Mömin insanın qəlbində imanın əsası bu zikirlə bağlıdır. Həm dəfi bəlayi şərri şeytan, şərdən və şeytandan qoruyucusu kimi göstərilir. Ümumi nəticə olaraq bu hissə demək istəyir ki, bütün kainat Allahı yad edir, müqəddəs şəxsiyyət və müqəddəs şəxsiyyətlərdir. Bu zikir insan üçün iman, qorunma, doğru yol mənbəyidir. Növbəti hissə. Bu hissə şeirin zirvə, yekun ideyasını göstərir. Burada hər bəndin sonunda təkrar olunan Allahu Məhəmmədü Əlidir ifadəsi bütün məzmunu birləşdirir. Yəni şairə görə bu zikir imanın, kainatın və mənəvi həyatın əsas mərkəzidir. Deməli, birinci hissədə Quran və ilahi həqiqət verilir. Həqdən səbəbün nüzuli Fürqan. Fürqan burada Qurandır. Haqqı batildən ayıran kitab. Bu zikir ilahi həqiqətlə bağlı göstərilir. İkinci hissə qoruma və kömək, yəni qalxan qəza. Bu zikir insanı bəladan qoruyan qalxan kimi təsvir olunur. İnsanların ümidi və şəfaətçi. Burada əsasən şəfaətçi nəzərdə tutulur. Üçüncü hissədə isə hər kəsin dilində, sufilərin dilində şükri. Sufilərin bunu zikr edir. Qazilərin qəzada zikri. Alimlər və həkimlər də bunu deyir. Yəni bu zikir ibadətdə, elmdə, gündəlik həyatda var. Dördüncü hissədə isə ümid və təsəlli. Möminlərə yaru qəmgüsari. Möminlərə dost və təsəlli verir. Günah içində olan insan üçün yenidə başlanğıc ümid deməkdir. 5-ci hissədə isə haqq və batildir. Tarix, yəni Mərvana bəla, Yəzidə lənət. Tarix olaraq pis sayılanlara qarşı mövqe göstərilir. Mərvandır, Yəziddir. Bu İslamda Mərvan-ı Bəla, Yəzidə lənət. Yəni bu İslamda Şiə təriqətinə görə Mərvan və Yəzid lənətlənmiş şəxslər olub. Tarixi olaraq pis sayılanlara qarşı mövqe göstərilir. Məna isə belə verilir: haqq ilə batil ayrılır. 6-cı hissədə imamlar, nəqş-i aləmi 12 imam, 12 imam anlayışına işarə edir. 7-ci hissədə din mərhələləri, yəni şəriət, təriqət, həqiqət.
Şəriət burada qaydalardır. Təriqət deyəndə mənəvi yoldur. Həqiqət deyəndə isə Allahı tanımaqdır. Hamısının məqsədi bu zikrə bağlanır. 8-ci hissədə peyğəmbərlərə işarə var. Burada digər peyğəmbərlərin möcüzələri xatırladılır. Əsas möcüzə ölümsüzlük, şəfa verən nəfəs, gəmi ilə xilas. Yəni bütün bu möcüzələr də ilahi gücün təzahürüdür. Ümumi nəticə belədir. Bu hissə deyir ki, bütün kainat Allahı yad edir, doğru yolun rəhbəridir, haqq və ədalətin simvoludur. Bu zikir iman verir, qoruyur, doğru yola yönəldir. Növbəti hissədə artıq şeirin ən açıq mət və silsilə, imamlar silsiləsi bölməsidir. Burada artıq deməli biz Allahın tərifi ilə gəldik. Tövhidlə gəldik. Sonra nət keçdik. Peyğəmbərin tərifi, sonra da imamların tərifi. Ən açıq mət silsilə, imamlar silsiləsi bölməsidir. Burada əsas fikir belədir. Və ondan sonra gələn imamlar haqq yolunun davamçıları kimi təriflənir. İndi sadə izah edim. Birinci hissə, peyğəmbərlər və möcüzələr. Yaqub qəm ilə ağladan zar. Yəni, peyğəmbərin Yaqub ağlaması xatırladır. Sonra Yusifə gözəllik verən Allahdır. Sonra həm odu qılan Xəlilə Gülzar, odun gülüstana çevrilməsi möcüzə xatırladılır. Mənası Allah bütün peyğəmbərlərə möcüzə verir. İkinci hissədə axirət və qorumaq, qəmxarı, əmanı, hövlü, məhşər, qiyamət günü insanlara kömək edən qüvvə kimi təsvir olunur. Yaxşı əməllərin tərəzisində köməkçi kimi göstərilir. Üçüncü hissədə ümid və sığınacaq, şah qullarının ümidgahı, insanların ümid yeri, şair Xətai özünü Allaha və bu müqəddəs silsiləyə sığınmış kimi göstərir. Dördüncü hissədə imamlar silsiləsidir. Burada sonra da Peyğəmbərdən sonra gələn imamlar sıralanır. Yəni Əlidən sonra gələn imamlar sıralanır. İmam Həsən, yəni bəs Nuri Həsən, səxavət və nur simvolu kimi qeyd edir. Sonra İmam Hüseynə deyir ki, fəxri şühəda Hüseyni Məqtul, Kərbalada şəhid olan haqq uğrunda mübarizə simvolu kimi onu qələmə verir. Sonra İmam Zeynül Abidin, bu zihni zəbanə abidin şah, ibadət və səbir simvolu deyə qeyd edir onun adını. İmam Baqiri, Baqir sifət, yəni elm və hikmət sahibi deyə onu adlandırır. İmam Cəfər Sadiqi isə Cəfər-i Sadiq, elm və doğru simvol, doğru söz simvolu deyə müqayisə edir. İmam Rızanı isə Riza ki dərdin, paklıq və din nurunun təmsilçisi adlandırır. İmam Təqini gənc Təqi Məhəmməd, təqva və paklıq simvolu deyir. Ümumi nəticə belə çıxır ki, bu hissə deyir ki, peyğəmbərlər Allahın möcüzələrini göstərir. Axirətdə insanın ümid yeri Allahın mərhəmətidir. Sonra Əlidən başlayaraq imamlar elm, ədalət, səbir, iman simvoludur. Yekun fikir olaraq şeir bütövlükdə hər şeyi deyir. Allah, peyğəmbər, imamlar, insanlar hamısı bir haqq və nur zənciridir. İstəsəm, deməli, növbəti hissədə. Bu hissə də iki fərqli mövzunu birləşdirir və digər imamların tərifi, baharın təbiət təsviri. Deməli, sadə izah edim. Qışın getməsi gəlib. Burada yenə də deməli, tez-tez bunları bayaqdan deyirik. Haqq yolunun rəhbəri kimi göstərilir. Əlin yenə də haqq yolunun rəhbəri kimi göstərilir. Dinlərin sifat-ı əskər, Həsən,
dinlərin və xalqların mənəvi rəhbəri kimi göstərilir. Sonra zamanın sonunda gələcək xilaskar kimi təsvir olunur. Bəs xətmi zaman Məhəmmədin dini zamanın sonunda gələcək xilaskar kimi təsvir olunur. Yəni bu hissədə 10-cu imamdan 12-ci imama qədər silsiləni tamamlayır. Mehdi ilə haqq yolunun tamamlandığı göstərilir. İkinci hissədə artıq baharın gəlişi, təbiətin təsviri göstərilir. Buradan sonra şeir tam dəyişir və baharı canlı təsvir edir. Qışın getməsi, qış getdi, yenə bahar gəldi, gül bitdi və laləzar gəldi. Təbiətin canlanması, quşlar qamusu fəğana düşdü, eşq odu yenə bu quşlar qamusu fəğana düşdü, eşq odu yenə bu cana düşdü. Sonra burada deyir, çiçəklərin təsviri verir. Səv geydi yenə damənun su, qönçə dilə gəldi, faxtə qul-qul. Bülbül oxudu, qəbai huzur puşan. Şeir belə idi də, sevgi və ayrılıq mövzusudur. Yağış və canlanma. Əbri Neysan, burada yaz yağışı göstərir, torpağı canlandırır, təbiəti bəzəyir. Quşlar qamusu və həyat, durnalar uçur, laçın ov edir, qumrular səs salır. Bu hissə deməli şeir orta məktəb dərsliyində əzbərləməyə verilib. Ümumi mənası belədir. Bu hissə deyir ki, bahar gələndə qış ölür, təbiət dirilir, həyat yenilənir, sevgi və hərəkət başlayır. Ümumi yekun olaraq belə deyək, bu parçanın iki həssas mesajı var. Dini hissə, bir də təbiət hissəsi. Dini hissədə imamlar silsiləsi göstərilir, təbiət hissəsində isə bahar həyatın yenilənməsi simvoludur. Bu hissə deməli bahariyyə şəklində verilib dərsliklərdə. Qış getdi, yenə bahar gəldi, gül bitdi, laləzar gəldi, quşlar qamusu fəğana düşdü, eşq odu yenə bu cana düşdü. Yer geydi qəbai xızır puşan, cümlə dilə gəldi ləb xamuşan, sərvin yenə durdu damənun, tutdu damənun su üstə oxudu faxta qulqu. Yəni faxta quşun adıdır, yəni oxudu, sevindi. Qönçə dahəni çəməndə xəndan, gülməkdən ənar açıldı dəndan. Gül oxudu sifat-ı hicran, dəryada dür oldu əbri Neysan. Əbri Neysan bu yağış suyudur. Durna uçuban havaya düşdü, laçın oluban ovaya düşdü. Alma ağacı dibində sayə, tənə eylər did buludda ayə. Yaşın yerə tökdü əbri Neysan, bülbüllər oxudu səd həzəran. Yəni, bülbüllər artıq sevinirlər bu bahar gələndə. Növbəti hissədə yenə də tam təbiət təsvir olunur. Burada artıq təbiətin təsviri ilə bağlı təsvirli lirika deyilir. Təbiət qışdan sonra dirilir, gözəlləşir və sanki canlanır. İndi sadə izah edək. Birinci hissədə ağaclar və çiçəklər canlanır. Ağacların yarpaqları sıx-sıx açılır. Suda lotus çiçəyi açılır. Çinar ağacı sanki rəqs edir. İkinci hissədə güllərin gözəlliyi, güllər açılır, çəmənlər yaşıl geyinir. Yasəmən ağ paltar kimi görünür. Təbiət rənglənir, gözəlləşir. Üçüncü hissədə ağacların hərəkətini təsvir edir. Şax üstə şükufeyi şəcərlər, ağacların çiçəkləri sanki danışır, sərv ağacı ucalıq simvolu kimi dayanır. Dördüncü hissədə quşlar və təbiət səslənir, bülbül oxuyur, qurmuru səs verir. Əndəlib mahnı, yəni əndəlib quşun adıdır, mahnı deyir. Təbiət sanki musiqi ilə doludur. Beşinci hissədə su və həyatdır. Deməli, su hər tərəfdən axır, həyat verir, nərgiz çiçəyi göz kimi təsvir olunur. Altıncı hissədə güllərin simvolik mənası. Deməli, lalə sevgi və kədər bildirir. Çünki lalənin ürəyi qara, kənarı isə qırmızıdır. Sümbül ətir və gözəlliyi kimi mənalandırır. Gül isə həyatın özüdür.
Ümumi mənası belədir. Bu hissə deyir ki, bahar gələndə təbiət oyanır, ağaclar, güllər canlanır, quşlar oxuyur, dünya rənglənir və gözəlləşir. Bu hissə şeirin təbiət dirilişi, həyatın gözəlliyi və bölməsidir. Və artıq başlayırıq Dəhnamənin aşiqin vəziyyətindən. Deyir ki, burada quşlar yuvadan uçurdular balə. Quşlar yuvadan uçub çıxırdı, ceyran yenə sürətlə qaçırdı. Günəş çıxanda yerin qaranlığı yox olurdu. Dağ öküzü başını aşağı saldı, yəni sakitləşdi. Hər bir çiçək üstə qondu zəmbur, hər çiçəyin yəni üstündə arılar oturur. Qarışqalar dən yığmağa çıxır. Yəni hər kəsən öz işi iləndir də. Göy qurşağı sanki rəngli. Yəni şair burada yazın gəlişi ilə hər kəsənin öz işi ilə, öz həyatı ilə məşğul oldu və başı öz işlərinə qarışdı. Hətta quşlar da, təbiət də, yaşıllıqlar da. Yəni deyir ki, gəldi yuvasına qırlaquşlar. Qırlaquşlar da öz yuvasına döndülər. Bütün dünya xoşbəxtdir. Mən isə öz halımdayam, sakitəm. Bəzən dağda ceyran kimi gəzirdim. Gəh axar idim bəzən dağda çay kimi axırdım. Bəzən çəməndə xoşbəxt idim. Bəzən tək gəzirdim. Sevgi və aşiq olmaq mənə yad idi. Heç kimə bağlanmırdım. Eşq haqqında danışardılar, amma mən təsirlənmirdim. Öz həyatımdan razı idim. Heç kim mənə mane olmurdu və yekun olaraq bunu deyir ki, bu hissə iki şeyi yeridir. Birinci hissədə təbiətdən danışır, quşlar, çiçəklər, heyvanlar. İkinci hissədə isə insan, yəni aşiqdir. Burada şair əvvəllər sakit, tək və eşqdən uzaq bir həyat yaşadığını eyni şəkildə davam etdirir.